son zamanlar dəbdəbi demək istipolun üzərinə parket vurmaq, əvvəl laminat vururlar, indi standartlara uyğun olan parket var ki, istipola davamlıdır. Əgər istipolun üzərinə parket vurulursa, parket əgər istipola davamlıdırsa, bunun üçün neyirlər? Yerə demək istəyəşkədən sonra, istipol çəkiləndən sonra beton hamarlama qatı verilir və onun üzərinə quru şax dediyimiz bir fikir verir istəyəşkə. İstəyəşkənin üstünə tam ideal quru şax verilir və bunu elə quru şaxın üstünə birbaşa vurmaq lazım deyil. Belə cihazımız var. Bu nəmişliyi ölçən aparatdır. Demək, istəyəşkənin fikir versin, bura qurudur əslində. Bura qurudur. Elə kör təbii olaraq bunun bir komponentli və iki komponentli